Salam, hər vaxtınız xeyir olsun. Günəşin mətbəxinə xoş gəldiniz. Bugün şokoladlı baklava hazırlayacağım. Qaba 2 ədəd yumurta, 1 armud stəkan əridilmiş kərə yağı, 1 stəkan süd, 2 xörək qaşığı smetan, 1 çimdik duz, 2 dolu xörək qaşığı kakao, aldığı qədər un əlavə edib paxlavanın xəmirini yoğururuq. Paxlavanın xəmirini yoğurdum, yumuşaqlığı bu şəkildə. Xəmiri kündələrə bölürəm. Paxlavanın xəmirini 12 hissəyə böldüm, onu balaca, İkisi iri halda elədim. Biri paxlavanın altı üçün, biri də üst üçün. Paxlavanın şərbətini hazırlayıram. Qazana 5 stəkan şəkər tozu, 5 stəkan yarım su, 1 dilim limon əlavə edib qaynadırıq. Şərbəti zəif qodda 25-30 dəqiqə qaynadırıq. Soba listini yağladım. Yaydığım xəmiri soba listini əlavə edib üzərini yağlayırıq. Xəmirin ikisini yağlayıb üst-üstə yığdıqdan sonra içliyi əlavə edirəm. İçlik xırdalanmış qoz ləpəsidir. Mən qoz ləpəsinə şəkər tozu əlavə etmirəm. Ləpənin üzərindən də damla şokolad əlavə edirik. Paxlavanızın xəmiri əgər yumuşaq alınıbsa, yaymaqda çətinlik çəkirsinizsə, nişasta ilə kündələdikdən sonra soyuducunun üst gözündə saxlaya bilərsiniz. Yaydıqca da bir-bir oradan götürüb yaya bilərsiniz. Həm elə olanda yaxşı yayılır, həm də yuxarı nazik çıxır. Paxlavanı 150-160 dərəcə arasında bişiririk. Paxlava bir 10 dəqiqə bişdikdən sonra sobadan çıxardıb üzərinə kərə yağı əlavə edib təkrar bişiririk. Paxlava bişdi. 5 dəqiqə keçdikdən sonra ilik şərbəti üzərinə əlavə edirik. Paxlava şərbətini çəkdi, üzərini qoz ləpəsi ilə bəzədim. Şokoladlı paxlavamız hazırdır.
Gözəl vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, sağlıqla qalın.